Masallıda ana və uşaq sağlamlığı mövcud problemlərə müasir baxış mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfrans Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübə və Tədris Mərkəzinin Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Təbibin Masallı rayon icra hakimiyyətinin Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının dəstəyi ilə baş tutub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunan ana və uşaq sağlamlığı mövcud problemlərə müasir baxış mövzusunda keçirilən tədbirdə konfrans iştirakçıları ilk olaraq Masallı rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla yad ediblər. Sonra nümayəndə heyəti Heydər Əliyev mərkəzini ziyarət edərək Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən zəngin sərgilərlə və ekspozisiyalarla yaxından tanış olublar. Məruzəçilər çıxışlarında ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı, ana və uşaq sağlamlığının müdafiəsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən söz açıblar. Ümummilli liderin bu səhiyyənin inkişafı ilə, müstəqil Azərbaycanın səhiyyənin inkişafı ilə böyük bir rolu olubdur və təməlini qoyan o siyasətini indi dövlət rəhbərliyimizdə davam edir. Və bugün bizim Mərkəzi Gömrük Hospitalının burada yüksək ixtisaslı mütəxəssislərin, həkimlərin, bizdə olan qabaqcıl təcrübə və nailiyyətləri yerli kollegalarla bölüşməyə imkanları olacaq. Eyni zamanda bu konferansda Böyük Britaniya və Türkiyənin həkimləri də, nüfuzlu mütəxəssisləri də iştirak edirlər. Düşünürəm ki, bunun böyük bir faydası olacaq. Bugün ölkə xaricindən gələn xarici qonaqlar, xaricdəki Azərbaycanlı həkimlərin burada iştirak eləməyi bizim üçün çox əlamətdardır və ümid edirəm ki, yerli həkimlər üçün də çox faydalı bir konferans keçəcək. Ulu Öndər tərəfindən Azərbaycan xalqına miras buraxılmış bu gözəlliklərin, bu dəyərin, müzəffərliyin nəticəsidir ki, Azərbaycanın da bütün sahələrdə inkişaf gün-gündən daha da intensivləşir. Ən əsası da son illərdə ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarının real nəticələrini biz görməkdəyik. Və bu siyasətin əsas subyektləri olan həkimlərimizin daha da dövrün tələblərinə uyğun bir şəkildə inkişaf etdirilməsi üçün davamlı tibb təhsili altında bu şəkildə tədbirlərin olması da çox vacib bir məsələdir. Həm dövlət sahəsində, həm özəl sektorunda, həm icbari tibbi sığorta yolu ilə davamlı inkişaf gedir. Eyni zamanda ən müasir texnologiyalar, ən müasir avadanlıq Azərbaycana gətirilibdir və sözsüz bu da ki, ana və uşaq sağlamlıq sahəsində böyük nailiyyətlərinə səbəb olmuşdur. Qeyd edək ki, konferansda yerli həkimlərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün panel müzakirələr və sual-cavab sessiyaları təşkil olunub.